2025-ci ilin iyun ayı. Rusiya. Ural dağlarının ətəyindəki Yekaterinburg şəhəri. Gecənin ikisində onlarla silahlı adam eyni anda fərqli ünvanlara hücum çəkir. Qapılar güclə açılır, evlər axtarılır. 50-dən çox insan evindən aparılır. Onların hamısının ortaq bir cəhəti var: Azərbaycanlı olmaqları. Bu əməliyyatın rəsmi əsası isə 24 il əvvəl baş vermiş bir qətldir. Kanalımıza yeni gəlmisinizsə, abunə düyməsini sıxın. Çünki bu kanalda Azərbaycanın heç bir yerdə bu qədər detallı danışılmayan cinayət hadisələrini izah edirik. Yekaterinburg Rusiyanın ən böyük şəhərlərindən biri. 90-cı illərdən etibarən keçmiş Sovet ölkələrindən gəlmiş minlərlə miqrant burada yeni həyat qurmuşdu. Azərbaycanlılar da onların arasında idi. Səfərov ailəsi bu şəhərdə uzun illərdir yaşayırdı. Onlar Xəzər adlı bir kafe işlədirdilər. Buluxer küçəsində, şəhərin mərkəzinə yaxın bir yerdə. Rus mənbələri bu kafeni qalmaqallı şöhrətə malik yer kimi təsvir edib. Onu bağlamaq cəhdləri dəfələrlə uğursuzluğa uğramışdı. Amma bu kafenin yanında 2001-ci ilin may ayında elə bir hadisə baş verdi ki, onun əks-sədası 24 il sonra iki ölkəni böhrana sürüklədi. 2001-ci il may ayı, Yekaterinburg. Azərbaycanlı bir iş adamı Yunis Paşayev Taganski Riyad bazarında paltar satırdı. Adi bir həyat sürürdü. Amma onun başına bir problem gəldi: qoruma pulu. O dövrün Rusiyasında bu çox yayılmış bir sxem idi. Bazarlarda, kafelərdə, dükanların önündə güclü qruplar qoruma adı altında iş adamlarından pul yığırdı. Paşayev isə bunu rədd etdi. Bu, onun ölüm hökmü oldu. 2001-ci il mayın 11-də Paşayev Metallon kafesinin yanında Buluxer küçəsi 47 nömrəli ünvanda bir dəstənin hücumuna məruz qaldı. Dostları Fəruz Şirinov və İkram Hacıyev onu xəstəxanaya çatdırdı. Amma Yunis Paşayev həyatını itirdi. Ölüm yatağında isə o son nəfəsini verməzdən əvvəl Səfərov qardaşlarının adını çəkdi. Polis bu iddianı eşitdi. İstintaq açıldı. Amma heç kim həbs olunmadı. İş arxivə qaldırıldı. Fəruz Şirinov Paşayevin dostlarından biri idi. Onun gözləri önündə həmkarını öldürdülər. O susmadı, danışdı. Cinayət qrupunu hədələyən biri kimi görünürdü. Cinayətkarlar isə qərar verdilər: növbəti hədəf Fəruz olacaq. 2010-cu ildə cinayət qrupu qatil tutdu. Həmvətənlərindən biri olan Elman Süleymanov tapşırıq-sadə idi: Şirinovu öldür. 2011-ci il mayın 6-sında qatil atəş açdı. Amma niyyətinə çata bilmədi. Şirinov və oğlu qatil tutmağa müvəffəq oldu. Süleymanov həbs edildi. Amma sifarişçilərin adını vermədi. İş yenidən arxivə getdi. 2011-ci ilin avqustu. Paşayevin ikinci dostu İkram Hacıyev. Artıq növbəti hədəf o idi. Hacıyev Yekaterinburgda tərəvəz anbarının sahibi idi. Sadə bir iş adamı. Amma o 2001-ci ilin o gecəsini görmüşdü. Şahid idi. Sifarişçilər bu dəfə Tümen şəhərindən qatillər tutdular. Azərbaycanlılarla əlaqələr olan bir qrup. Ödəniş $50.000. 2011-ci il avqustun 8-də İkram Hacıyev başından bir güllə ilə öldürüldü. Xəstəxanaya çatdırıldı. Amma artıq gec idi. İş yenidən araşdırıldı. Bəzi şübhəlilər etiraf etdi. Amma sifarişçi qrupu kimin kimə pul verdiyini göstərən əsl ipucu hər dəfəki kimi kəsildi. 2025-ci il iyunun 27-si. Rusiya Federal Təhlükəsizlik Xidməti illər boyu arxivdə yatan bu işi yenidən açdı və bu dəfə əl çəkmək fikrində deyildi. Gecənin ikisindən başlayaraq Yekaterinburgda eyni anda onlarla ünvana basqın edildi. Əməliyyatda FSB, OMON və İstintaq Komitəsi birgə iştirak etdi. 50-dən çox Azərbaycanlı sorğu-sual aparıldı. Onların əksəriyyəti Səfərov ailəsinin üzvləri idi. Qardaşlar, əmioğullar, qohumlar. 9 nəfər Səfərov soyadını daşıyırdı. Əməliyyatın miqyası burada bitmədi. Yekaterinburg Azərbaycanlılar diasporasının rəhbəri Şahin Şıxlinskidə hədəf alındı. Silahlı əməkdaşlar onun maşınını saxladılar, şüşəni sındırdılar, onu içəridən dartıb çıxardılar. Video sosial mediada yayıldı. Şıxlinski eyni cinayət işi üzrə şahid kimi sorğuya çəkildi və həmin gecə buraxıldı. Amma bu görüntülər əməliyyatın nə qədər geniş və kobud olduğunu bütün dünyaya göstərdi. Rəsmi ittihamlar:
2001, 2010 və 2011-ci il cinayətlərini törədən etnik cinayət qrupunu dağıtmaq. Amma bu əməliyyatın özü qanlı bir faciəyə çevrildi. Əməliyyat zamanı iki qardaş, Hüseyn Səfərov və Ziyəddin Səfərov həyatlarını itirdilər. Rusiya tərəfi bunun səbəbini ürək çatışmazlığı ilə əlaqələndirdi. Azərbaycan isə qəbul etmədi. Cənazələr Bakıya gətirildi. Azərbaycan baş tibb eksperti müstəqil ekspertiza apardı. Nəticə dəhşətli idi. Hüseyn Səfərovun qaraciyəri və ağciyərləri zədələnmişdi. Sinə qəfəsi deformasiyaya uğramışdı. Ziyəddin Səfərovun isə demək olar ki, bütün bədənini göyərmə, xəsarət və kəsiklər əhatə edirdi. Hər ikisinin cinsiyyət orqanlarında da ağır zədə müşahidə olundu. Azərbaycan ekspertizası qərara gəldi. Hər ikisi küt alətlərlə döyülərək öldürülüb. Rusiya tibb ekspertizası isə bu nəticəni açıq-aşkar yalan adlandırdı. Digər saxlanılanlar məhkəmə zalına gətirildi. Üzlərindəki döyülmə izləri aydın görünürdü. Ayaz Səfərovun üzündə göyərmələr var idi. Məzahir Səfərovun qabırğaları sınmışdı. Ən azı 3 nəfər xəstəxanaya yerləşdirildi. Bu hadisələr iki ölkə arasında diplomatik böhranın başlamasına səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər müavinini çağırıb rəsmi etiraz notası verdi. Rusiya tərəfi cavabladı. Həbs olunanlar Rusiya vətəndaşlarıdır. Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyada planlaşdırılmış bütün mədəni tədbirləri ləğv etdi. Eləcə də Azərbaycanda Sputnik Azərbaycan Agentliyinin ofisində əməliyyat keçirildi. Polis ofisi nəzarətə götürdü. 2001-ci ildə ölüm yatağında Yunis Paşayev qatillərin adını çəkdi. 24 il sonra bu iş yenidən açıldı. Amma bu dəfə iki insan həyatını itirdi. Kim haqlıdır? Kim günahkardır? Rusiya istintaqı bu sualları cavabsız qoyur. Azərbaycan isə cavab tələb edir. Bəyəndinizsə like düyməsini basmağı unutmayın. Bu videoları hazırlamaq ciddi araşdırma tələb edir. Kanalı izləyin. Çünki bu cür az danışılan cinayət dosyalarını açmağa davam edəcəyik. Növbəti videoda görüşənədək.